İran prezidenti Məsud Pezeşkiyan regiondakı vəziyyətlə bağlı mövqeyinə görə Türkiyə prezidentinə təşəkkür edib. O, bu barədə X hesabında Türkçə paylaşımında qeyd edib. Əziz qardaşım, Rəcəb Tayyib Ərdoğanın təcavüzkar siyonist rejimi qınamaq məsələsində qətiyyətli mövqeyi təqdirə layiqdir. Qardaş Türk milləti uzun illərdir İslam ümməti ilə həmrəylikdə mühüm rol oynayıb. Bu yolu davam etdirəcək, o bildirib. İsrail İranın yeganə sualtı tədqiqat mərkəzinə zərbə endirib. İsrail Müdafiə Ordusu İsfahandakı İran sualtı tədqiqat mərkəzinə zərbə endirdiyini bildirib. Bu barədə mətbuat xidmətinə istinadən xəbər veririk. Bu mərkəz İranda hərbi dəniz qüvvələri üçün sualtı qayıqların və təminat sistemlərinin layihələndirilməsinə və hazırlanmasına cavabdeh olan yeganə müəssisədir. Bundan başqa bu obyektdə pilotsuz uçuş aparatlarının müxtəlif modelləri istehsal olunur. Endirilən zərbə İranın hərbi dəniz qüvvələri üçün yeni və müasir sualtı qayıqların istehsalı, eləcə də mövcud donanmanın modernləşdirilməsi imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq. İsrail Müdafiə Ordusu mövcud istehsal imkanlarını sarsıtmaq üçün İranın hərbi sənayesinə zərbələr endirməyə davam edəcək, məlumatda qeyd edilib. İsraildə ehtiyatda olan 400 minədək hərbçi orduya çağırılacaq. İsrail hökuməti İran və Hizbullaha qarşı hərbi əməliyyatlar fonunda müdafiə ordusuna 400 minədək ehtiyatda olan hərbçini çağırmağa icazə verib. Bu ordunun çağıracağı ehtiyatda olan hərbçilərin faktiki sayı deyil. Daha çox operativ ehtiyaclara uyğun olaraq çevikliyi təmin edən limitdir. Əvvəlki 280 minlik ehtiyatda olan hərbçi limiti 2025-ci ilin dekabrında təsdiqlənmişdi.